Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı Mahir Aslanov vəfat edib. Sabiq deputat Türkiyənin İzmir şəhərində yerləşən xəstəxanada ağır ürək əməliyyatına daxil olub. Lakin əməliyyat zamanı onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Mahir Aslanov 1949-cu il noyabrın 22-sində Naftalan şəhərində anadan olub. Mahir Aslanov Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini bitirib. Əmək fəaliyyətinə 1971-ci ildə Xabarovsk vilayətinin Teplozorski sement zavodunda mexanik kimi başlayıb, 1973-1978-ci illərdə Atransqaz İstehsalat Birliyində mühəndis, böyük mühəndis və avtomobil təsərrüfatının müdiri vəzifələrində çalışıb. 1978-1992-ci illərdə Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyində təhlükəsizlik texnikası üzrə mühəndis, böyük mühəndis şəhərlər arası sərnişindaşıma avtobus parkında baş mühəndis, avtokombinatda aparıcı mühəndis, baş mühəndisin müavini və baş mühəndis olub. 1992-ci ildən Azəravtonəqliyyat Dövlət konsernində aparıcı mühəndis kimi fəaliyyət göstərib. 1993-cü ildən Azazmo Import, 1995-ci ildən isə Kəpəz firmasının direktoru vəzifəsində çalışıb. Mahir Aslanov Milli Məclisin Aqrar Siyasət Komitəsinin üzvü olub. O, Azərbaycan-Əfqanistan parlamentlər arası əlaqələr üzrə işçi qrupunun rəhbəri, həmçinin Belçika, Bulqaristan, Finlandiya, Gürcüstan və Özbəkistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü kimi fəaliyyət göstərib. Mahir Aslanov 2010-2020-ci illərdə 2 çağırış Milli Məclisin deputatı olub. Mahir Aslanov ailəli idi, 3 övladı var.